Dostlar satın gündə tanınırdı, amma elə gəlir Türkiyədir. Mən Türkiyə hesab edirəm. Türkiyə, Rusiya Federasiyası. Azərbaycana dost Türkiyə. Türkiyəni ilk növbədə. Eyni millət idi. Bu bir. İkincisi də ki, ən ağır günlərdə Türkiyə Azərbaycanı dəstəkləyib. Azərbaycanda Türkiyənin ağır günləri olanda onu dəstəkləyibdi. Sınaqdan keçib. Azərbaycanın böyük dostları çoxdur. O cümlədən götürək Ukraynanı, qonşu Gürcüstanı, elə son vaxtlar Rusiyanın özünü. Azərbaycan elə bir iqtisadi dirçəlişdədir ki, istər-istəməz bütün dövlətlər onu dost kimi qəbul eləməyə məcburdurlar. Pakistan, Türkiyə, başqa heç. Hər halda bir çox münaqişələrdə bizim arxamızda olmağına görə, fikirləşirəm ki, ola bilər. Türkiyə. Yəqin ki, qardaş Türkiyə olardı. Bu yaxındır ki, Türkiyə ilə Rusiyadır. Rusiya ilə 200 il bir yerdə yaşamışıq, bir dövrün məhsuluyuq. Türkiyədəki də indi bir millət, iki dövlət, bu da təbii ki, Birinci müsəlman ölkələrində birinci Türkiyəni. Türkiyə bizə həm yaxındır, dilimiz də, adət-ənənələrimiz də, hamısı yaxındır ona görə. Türkiyə həmişə deyir can Azərbaycan. Can da bu insanın əsas ürəyidir. Onlar elə can Azərbaycan deyəndə deyir ürəyim Azərbaycan. Və Türkiyə kimi bizim qardaş bir başqa dövləti mən tanımıram. Dost Türkiyə. Konkret Türkiyədən. Azərbaycan dost ölkədir Türkiyə ilə. Kim Azərbaycanın inkişafına sevinirsə, deməli o da Azərbaycanın dostudur. Ancaq bu saat dünyada iqtisadi maraqlar daha öncül yerdədir. Bizdən iqtisadi maraqlar üst-üstə düşən ölkələr, bizdən neft kəməri, qaz kəməri ilə bağlı olan ölkələrdir. Burada da birinci yerdə Gürcüstan dayanır. Azərbaycan həm onlar üçün arxadır, dayaqdır, iqtisadi gəlir mənbəyi olan bir qonşudur. İkinci yerdə əlbəttə ki, qanı-qanımızdan olan Türkiyədir. Burada da həm iqtisadi maraqlar var, həm də bir millət kimi, bir birlik kimi hər yerdə bizi dəstəkləyirlər.